Filippinlərə məktub. 4-cü fəsil. Son öyüdlər. Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər. Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək elə. Çünki onlar mənlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər müjdəni yaymaq üçün səy göstəriblər. Rəbdə həmişə sevinin. Bir də deyirəm, sevinin. Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür eləyə bildirin. Onda Allahın ağla gəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsa'da qoruyacaq. Nəhayət, qardaşlar, doğru, ləyaqətli, salih, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. Məndən öyrəndiyiniz, qəbul elədiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizlə olacaq. Paulun təşəkkürü. Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm. Çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. Buna baxmayaraq nə yaxşı ki, əziyyətimə şərik oldunuz. Ey Filippinlilər, özünüz də bilirsiniz ki, aranızda müjdə yayımının başlanğıcında mən Makedoniyanı tərk eləyən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənlə şərik iş görmədi. Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən yalnız sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, ona məqbul olan və razı salan qurbandır. Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsa'da olan öz izzətli zənginliyinə görə ödəyəcək. Qoy atamız Allaha əbədi izzət olsun. Amin. Salam göndərmə. Məsih İsa'da müqəddəs olan hər kəsi salamlayın. Mənlə olan qardaşlar sizə salam göndərirlər. Sizi bütün müqəddəslər, xüsusən Qeysərin sarayında işləyənlər salamlayırlar. Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun.